Kəlbəcər Respublikamızın ən gözəl güşələrindən biridir. Bu ucqar dağlıq rayonu Sovet hakimiyyəti illərində sürətlə inkişaf etmiş, öz simasını tamamilə dəyişmişdir. İnqilabdan əvvəl bir nəfər belə ali təhsili olmayan Kəlbəcərdə indi sənayenin, kənd təsərrüfatının, elm və mədəniyyətin başqa sahələrində çalışan minlərlə ali təhsilli mütəxəssis yetişmişdir. Adanların, əğyarların əlindən yanıbdı bağrının başı könlümün. Dostu düşmənindən seçə bilmir, Allaha qalıbdı işi könlümün. Dostam deyənlərə o tez inanıb, vəfasızlıq görüb, yaman aldanıb. Kənardan baxanlar bəxtəvər sanıb, İçinə axıbdı yaşı könlümün. Dərsləri başından ata bilmir, köç edən karvana çata bilmir. Nə qədər çalışır tuta bilmir, uçub budağından quşu könlümün. Dağlarının gədiyinə varmamış, kol dibindən tərbən öyşə dərməmiş. Pərvanə doyunca bahar görməmiş, deyəsən yetişib qışı könlümün. Xeyri yoxdur bu oyuncaqdır. 2 ildir qurmuşlar bu batarya. 18 yaşından gəliblər, 51 uşaqdan 20 nəfər var. Nə xeyri var? Kimdir bu? Bizdən heç biri var. Bizdən heç biri var. Biz atırıq. Burada atan oğlanın yerindədir. Yaratılan oldu sağlar. Ailələri 2 dəfə aldı. Kəlbəcəri 9 aydan almışdı. 7 ayda vaxtındayım. Heç kim qatan deyil. Rəğlanları da axarıb satdırıblar. Qoç qaldı yaratılan. Ay telefondan günü var, telefon! Sen sanki de yapmışsın, bir daha atıyor. Olmaz, sen bak! Gelin. Biraz kızım, biraz! Вперед, а мужики, ебаный в рот! За техникой, бегом! Давай! Где даешь, что? Вперед, пошли, блядь! Давай, вперед, нашу город, вперед!
Dikkat, dikkat. Ermenistan koşulları giripler Kelbecer rayona ve Laşin'in şimal kentlerine. Dinç sakinlere yol verecek. Yollar bağlıdır. Onsuz da sizin kaçmaya hiç yeriniz yoktur. Dinç sakinlere el vurmayacak. 10 saat vakt veririk size. Oradan geldi. Ya tek ne? Paspor. Adam burada orada sen öyle. Ahmet cana çelene mene gitmedi. 3 gündür burada adam yok. Maşını var. Hardadır? Ne kadar? Hücum birdən başlamadı. 1992-ci ildə Kəlbəcər artıq soyqırıma məruz qalmışdı və hamı ermənilərin bu rayonda nə istədiyini yaxşı bilirdi. İşğal birdən oldu. Heç kim inanmırdı ki, Kəlbəcər adında bir dağ balaca erməninin qarşısında bu qədər aciz qalacaq. Amma Kəlbəcər aciz qalmadı. Onu müdafiə edənlər də aciz olmadılar. Elə buna görə də bugün biz onlara şəhid deyirik. Acizlik Kəlbəcərin qədrini bilməyənlərin boynuna yazıldı. Kəlbəcərin müdafiəsi dövlət səviyyəsində qurulmadı. Pərakəndə döyüşlər gedirdi, ağır texnika yox idi və bunun səbəbindən də biz davam gətirə bilmədik, Kəlbəcər işğal olundu. Martın 31-i Kəlbəcər rabitəçiləri xəbər tutur ki, ermənilər rayonun mərkəzindən 10-12 kilometr aralıda yerləşən teleqülləni ələ keçirib. Həmin vaxt Şirin Sadıqov rabitə qovşağında növbətçi idi. Amma qulaqçıqlardan artıq Azərbaycan yox, erməni sözləri eşidilirdi. Azərbaycan dilində səslənən sonuncu xəbər Kəlbəcər işğal olundu xəbəri idi. Bütün bağlantılar kəsildi, bütün rayonumuzun digər rayonları ilə Bakının özünün respublika mərkəzindən bağlantılar kəsildi. İşğaldan 2-3 gün əvvəl uşaqlarının əlindən tutub gəzdirənlərə rayonda qəribə insan kimi baxırdılar. Gəzdirənlərdən biri də Şirin Sadıqov idi. İstəyirdi ki, insanlar təşvişə düşməsin, amma cəhdlər əbəs idi. Biz dedik ki, biz rabitəçiyik. Qoy görsünlər ki, biz buradayıq. Yəni ki, biz bilirik ki, bizim torpağımız qorunur, dövlətimiz bunu qoruyasıdır, qorumalıdır. Kəlbəcər işğal ola bilməz. Kəlbəcərin ensiklopedik xəritəsi. Bu xəritədə rayonla bağlı bütün məlumatları tapmaq olar, bir istisna olmaqla. İndi orada azərbaycanlılar yoxdur. Dövlət nə etdisə onun öz işidir. Amma sadə insanlar arasında bu torpaq uğrunda canını verənlər az olmadı. Döyüşlərdə yaralanan və şəhid olanların sayı həndəsi silsilə ilə artırdı. Kəlbəcərin müdafiəsinin sonuncu günü rayona 60 nəfərin yaralanması və 25 nəfərin ölümü bağlı. Ağlınızı yığın başınıza. Buradadır bu. Beş yere gitmeyin. Yerindedir. Ve bizi əsəbləşdirməyin. Ve özünüzü yaxşı aparın. Yaxşı aparsanız onda rahat yaşayabilirsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təhribat, bəyanat, hərəkət olarsa başınızı əzəcək. Heç kimə baxmadan. Heç kim də sizi müdafiə edə bilir. O dağın başında mənim sözlərim yazılır. Dəmir yumruq yerindədir. Bunu heç kim unutmasın.